Rəqsanə, səni salamlayıram və istərdim ki, daha detallı məlumatları sən çatdırasan. Salam, hər vaxtınız xeyir olsun. Bəli, Dünya Şəhərsalma Forumunun 3-cü günü artıq öz işinə başlayıb. Səhər saatlarından etibarən müxtəlif istiqamətlərdə tədbirlər keçirilir və Urban Expo mərkəzdə elə pavilyonlarda, yaradılan pavilyonlarda müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Onlardan biri də qeyri-hökumət təşkilatlarının pavilyonunda keçirilir ki, həmin mövzuda urbanizasiyada asan könüllülərinin rolu, yəni asan modeli, dövlət xidmətlərində asan könüllülərin rolu nədən ibarətdir? Bu istiqamətdə tədbir keçirilib. Keçirilən tədbirlə bağlı az əvvəl tədbir başa çatdı, amma daha təfərrüatlı informasiyaları hazırda ilə qonağım Asan Könüllüləri Təşkilatının sədri Aysiman Quliyevadan əldə edəcəyik. Xoş gördük Aysiman xanım. Buyurun, keçirilən tədbirlə bağlı eyni zamanda urbanizasiyada asan modeli nədən ibarətdir, necə tətbiq olunur, olunacaq eyni zamanda bununla bağlı detalları eşidək. Asan Könüllüləri Təşkilatı tərəfindən Ümumi Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində urbanizasiyada asan modeli, dövlət xidmətlərinin və könüllü rolu ətrafında panel görüş həyata keçirilib. Spiker olaraq bizim xarici qonağımız da olub, həm də ki, yerli qonaq da iştirak edib. Xarici qonaq BMT Könüllülər Proqramından Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi olan Zarina Mir Abdullayevadır və yerli qonaqlarımız da olub. Panel çərçivəsində ölkə daxilində və dünya daxilində urbanizasiya sistemində və urbanizasiya prosesində könüllüyün və dövlət xidmətlərinin rolu haqqında danışılıb. Asan xidmətin urbanizasiyaya verdiyi töhfələr haqqında müzakirələr aparılıb, asan müraciət proqramı haqqında danışılıb və asan həyat kompleksləri haqqında da sözlər olub. Daha sonra isə Ümumi Asan Könüllüləri Təşkilatı çərçivəsində keçirilən layihələr haqqında məlumat verilib və Azərbaycan gənclərinin həm ölkənin həyatı haqqında, həm ölkənin həyatı daxilində, həm də ki, ümumi öz gələcəkləri üçün addım ataraq ən gənc yaşlardan könüllü fəaliyyətlərinə qoşulduğu da vurğulanıb. Təşəkkürlər. Təşəkkür edirəm informasiyaları ətraflı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə biz hazırda Urban Expo mərkəzdəyik və burada müxtəlif pavilyonlar yaradılıb ki, həmin pavilyonlarda da elə urbanizasiya ilə, şəhərsalma ilə bağlı məsələlər müzakirə edilib və həmin istiqamətlərdən biri də urbanizasiyada asan modeli idi ki, onunla bağlı elə qonağın vasitəsilə informasiya əldə etdik. Həmçinin gənclərin şəhərsalmada eyni zamanda yəni asan modelin tətbiq olunmasındakı rolu ilə bağlı da məsələlər müzakirə edildik. Bilirik ki, ölkəmizin gəncləri ilə 44 günlük Vətən müharibəsində ümumiyyətlə torpaqlarımızın azad olunmasında və paralel olaraq bir sıra işlərin görülməsində də böyük rol oynayıblar. Elə həmin istiqamətlərdən biri də asan modelinin tətbiq olunması, şəhərsalma ilə bağlı, yaşıl enerji, ağıllı kənd layihələri, bu istiqamətdə məsələlərin müzakirə edilməsidir ki, bu istiqamətdə də elə hazırda keçirilən tədbirdə detallı şəkildə müzakirələr aparıldı. Həm xarici, həm də yerli qonaqlar vasitəsilə informasiyalar təqdim olundu. Biz hazırda dediyimiz kimi elə Urban Expo mərkəzdəyik və burada müxtəlif pavilyonlar yaradılıb ki, orada da məsələlər müzakirə edilir və müxtəlif ölkələrin stendləri orada təqdim olunur ki, həmin stendlər vasitəsilə də insanlara bir sıra istiqamətlərdə məlumat verilir. Həm könüllülər, həm də digər şəhərsalma ilə bağlı ekspertlər və yəni müxtəlif şəxslər, iştirakçılar tədbirlə bağlı daha geniş şəkildə informasiyaları əldə edə bilirlər. Həmçinin keçirilən iclaslar vasitəsilə də məsələlər müzakirə edilir və elə maraqlı məqamlarda budur ki, müxtəlif slaydlar formasında, müxtəlif otaqlarda biz elə hər pavilyonda, hər otaqda müxtəlif stendlərin yaradıldığını müşahidə edə bilirik. Əsas mövzu da təbii ki, Dünya Şəhərsalma Forumunun 3-cü günündə elə bu istiqamətlərdə şəhərsalma ilə bağlı, yaşıl enerji ilə bağlı məsələlərdir. Xaricdən gələn qonaqlarımızın sayı çoxdur. Onlar da öz mədəniyyətlərini və şəhərsalma ilə bağlı təcrübələrini elə Dünya Şəhərsalma Forumunun 3-cü günündə bölüşürlər bizimlə və eyni zamanda digər bura gələn iştirakçılarla insanlar çoxdur və Dünya Şəhərsalma Forumunda bu Bakı Olimpiya Stadionunda Urban Expo mərkəzdə yaradılan stendlər vasitəsilə informasiyaları bir-birləri ilə paylaşırlar. Hələlik isə bizim çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Qeyri-hökumət QHT-lərin pavilyonunda saat başı iclaslar davam edir, tədbirlər olur və biz onlarla bağlı da informasiyaları irəliyən dəqiqələrdə diqqətinizə çatdırmağa çalışacağıq. Sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Rəqsanə. Müxtəlif regionlarda baş verən qlobal hadisələr Azərbaycan enerjisinə ehtiyacı çoxaltdı.